Bütün bu güzel günümüz ay marifemi belə vilayət dəyər qurban. Aman ay canım ay bilələrin çalar. Ay bilələrin çalar şarkı çok geçmişəm özüm. Güzel sanatçı dostlarım eşk olsun, hoşbəxt olsun bütün balalar var olay vəli edilən. Buyur. Ay kızım, Allah sizi var eləsin. Maris Mustafoğlu, Günel xanım. İkisi de güzel sanatkardır. Ben bunlara sanatkar deyirəm. Bəli, gəlmişdən bir alqışlar. Səs, güzel sanat ve güzel ifa. Allah sizi var eləsin. Allah sizi var eləsin. Eşk olsun size. Çok sağ olun Mədəddin müəllim. Doğrudan Günel xanımdan çoxdan toya düşməyəm. Nəyə? Çünkü boş günlər doğrudan olmur. Allah'a and olsun. Yəni səmimi qəlblə deyirəm bunu. Və bugün mənim bəxtimdən, Zakir qardaşım bəxtimdən Günel xanımdan xahiş etdim. Mənim sözüm yerə salmadı. Allah səni qorusun qadın. Bağların xeyir şanla nəsib etsin. Sən bizimin tovuldusun, hər birimizin öz balamızsan və fəxrimizsən. Allah səni qorusun. Eşq olsun. İmkan varsa xahiş edirəm. Biraz da alqışlar gəlsin. Alqışlar unutulur. Güzel bir alqış gəlsin. Eşq olsun. Eşq olsun. Teşekkür ederim. Eşq olsun, eşq olsun. Mari müəllim, mən bütün qonaqlarımıza onu demək istəyirəm ki, hər bir adama o nəsib olmur ki, həm saz çalsın, həm qarmon ifa eləsin, həm saz ifa eləsin,
və özü də böyük sənətkarın oğlu olsun. Marif Mustafoğlu eşq olsun və gözəl musiqiçilərimiz. Təşəkkür edirəm, Allah sizi var eləsin deyirəm və bugün daha çox sevinəm. Bugünkü günün sevinci ilə yaşayan İsmail müəllim. Əlbəttə ki,